Bu gün sizə tənbəl uşaqların xüsusiyyətlərindən danışacağam və nə edə bilərsiniz ki, uşaqlarınız tənbəl olmasın. Sizin uşağınız tənbəldirsə, ona deyirsinizsə, sən əslində çalışsan, çox yaxşı nəticələr ortaya çıxararsan. Əslində oxusan, bütün sinif yoldaşlarından üstün olarsan. Bax, bunu deyirsinizsə, artıq burada bu məsələ başlayır. Hansı məsələ? Yəni, uşaq artıq burada elə hesab edir ki, mən heç nə eləməyə, heç bir şey oxumaya, yəni bu tənbəllik həyat tərzi ilə bu qədər etibar qazanmışamsa, niyə oxuyum ki? Bu cür düşünür. Tam tərsinə, bəlkə də uşaq həqiqətən də oxuyan bir uşaq deyil, amma siz ona deyirsiniz ki, sən əslində oxusan yüksək bir nəticə ortaya çıxararsan. Siz bunu dediyinizə görə məhz uşaq sizdən o sözü almaq üçün oxumayacaq ki, birdən oxusa o gizli bacarıqları itmiş olar. Amma siz bu uşağa olduğu kimi dəyər versəz, yəni onu olduğundan daha yüksək qiymətləndirməsəz, uşaq da o dəyəri almaq üçün daha çox çalışacaq.